Mən bu Azərbaycan hakimiyyətinə söz demək istəyirəm. Bu işləməyən neyinə sizə pul verəcək? Mənə maraqlıdır. Azərbaycanın 70% işsizdir rəsmi olaraq. Neyinə pul verirsiniz işləməyən? Siz verməlisiniz bizə, biz yox. Biz nöş verək sizə. Hə, deyəcəksən nöş işləmirsən, harada işləyək? Hə? Dil öyrənək, ərəblərin dalına düşək, gündən uşağımızı yəsiz qoyaq. Yaxud da 12 saat səhər çıxaq, axşam gələk, pivə bakalı əlimizdə oğlanların qabağında dombala bakalı uzadaq. Hə, yaxud da ki firmalarda işləyək, günümüzdə 50 dənə market gəzək. Nə bilim, sonra nə işi var, başqa nə işdə var? Hə, marketdə işləyək 12 saat, 9 saat, 10 saat, axırda da 600 manatımızı alaq. Ayın ortası olmamışda hamımızdan